Bu yerdə yeni bir xəbər də gəlib. Belə ki, İran Trump'un təhdidlərindən sonra ABŞ ilə bütün diplomatik kanalları və dolayı dialoqu dayandırıb. Bu barədə İran televiziyası məlumat yayıb və bir daha qeyd eləyək ki, Donald Trump yaxın saatlarda Truth Social'da İranı nəzərdə tutaraq bütöv bir sivilizasiya məhv olunacaq deyə açıqlama vermişdi. Həmin o paylaşımı da qeyd etdik. İndi isə İran televiziyası belə bir elanla çıxış edir ki, İran Trump'un təhdidlərinə cavab olaraq ABŞ ilə bütün diplomatik kanalları və dolayı dialoqu dayandırıb. Bu nə deməkdir? Nə nəticələrə gətirib çıxardacaq? Danışıqların taliyi ilə bağlı və bugün baş verəcək hücumlarla əlaqəli bizdə geniş şəkildə danışmaq istəyirik. Studiyamızın qonağı siyasi şərhçi Əhməd Şahidovla təhlillərimiz olacaq. Əhməd bəy, xoş gördük sizi, xoş gəlmisiniz. Əhməd bəy, son dəqiqə informasiyasını diqqətinizə çatdırdıq, həm də tamaşaçılarımız da eşitdilər. İran bütün diplomatik kanallar vasitəsilə əlaqəni dayandırır. İndiyə qədər dolayı yolla vasitəçilərlə müəyyən müzakirələrin getdiyi, hətta mesajlaşmaların olduğu məlum idi. İndi Trump'un bu son təhdidindən sonra artıq İran bütün bunları dayandırır. Trump'un təhdidi də çox, belə deyək, dəhşətli bir nəticələrə gətirib çıxarda biləcək. Çox nüvə silahına eyham vurur. Elə onu soruşacaqdım sizdən. Nəyə eyham vururdu və İran da buna qarşı necə hərəkət etməlidir? Yəni, dialoqu dayandırmaq lazımi cavabdırmı? ABŞ prezidenti Donald Trump tərəfindən verilən vaxt artıq bitib və ABŞ prezidenti dəfələrlə bəyan eləyib ki, İran bir cəhənnəmə çevriləcək, İrana ağır zərbələr endiriləcək və görünən odur ki, artıq İran daxilində mülki infrastrukturlar, körpülər, magistral yollar bir-birinin ardınca sıradan çıxarılır. Bu da gələcəkdə İrana qarşı quru əməliyyatları zamanı İran daxilində İran qüvvələrinin hərəkətini indidən məhdudlaşdırmaq məqsədi daşıyır və strateji Xarq adasına da artıq bir neçə zərbə endirilib və bu zərbələr bugün də davam edir. İran da asimetrik olaraq Körfəz bölgəsində təkcə ABŞ hərbi bazalarına deyil, həmin Körfəz ölkələrinin enerji infrastrukturuna, neft-qaz yataqlarına, emal zavodlarına ciddi zərbələr endirir ki, bu artıq dünya enerji bazarında böyük faciəyə gətirib çıxarır. Artıq qiymətlər artmağa doğru gedir və ABŞ prezidenti son açıqlamasında böyük bir sivilizasiyanı məhv edəcəyini bildirir, bunu etmək istəmədiyini, lakin İran rejiminin danışıqlara getmədiyini bildirir. Danışıqlar ümumiyyətlə bir neçə dəfə cəhd olunub. Bilirsiniz ki, son dəfə Pakistan İslam Respublikasının vasitəçiliyi ilə İslamabadda müəyyən təmaslar oldu, amma hər iki tərəfin maksimalist şərtləri, ABŞ prezidenti Donald Trump'ın irəli sürdüyü 15 şərt İran tərəfindən əsla qəbul olunmadı və İranın da buna cavab olaraq irəli sürdüyü 10 şərt var idi ki, bu ümumiyyətlə ABŞ tərəfindən qəbul olunması mümkün deyil. İran nə istəyir? İran bir mənalı şəkildə müharibənin dayandırılması və heç bir halda nə ABŞ, nə İsrail tərəfindən İrana bir daha hücum edilməyəcəyi bağlı təminat istəyir. Dəymiş ziyanın maddi kompensasiyasını istəyir. İran dondurulmuş aktivlərinin və üzləşdiyi sanksiyaların bir dəfəlik qaldırılması və Hörmüz boğazı üzərində belə deyək, haqqının beynəlxalq şəkildə tanınması. Yəni bundan sonra o boğazdan keçəcək istənilən gəmi İran dövlətinə rüsum ödəməlidir ki, bu təbii ki, nə ABŞ tərəfindən, nə də onun tərəfdaşları tərəfindən, müttəfiqlər tərəfindən əsla qəbul olunmur və son açıqlamadan sonra ki, bütün bir sivilizasiyanı, bütün bir bəşəri mədəniyyəti məhv edəcək, bu artıq təbii ki, nüvə silahına eyham vurur və bu müəyyən bir manipulyasiya da ola bilər, Prezident Donald Trump tərəfindən bir blef də ola bilər İranı qorxutmaqla bağlı, amma bunun böyük bir riskləri var təbii ki. Bu son addım deyil Məhməd bəy, yəni Amerika artıq o son addıma mı çatıb? Yəni, mən xatırlayıram 2-ci Dünya müharibəsi dövründə Yaponiyada eyni ilə ABŞ-la danışıqlarında ciddi şəkildə imtina edirdi, razılığa gəlmirdi və ABŞ Hiroşimaya və Nagasakiyə atom bombası atdı. Yəni, bu ABŞ təcrübəsində var, acı da olsa, tarixi da nəzər salsaq, belə bir təcrübə var və bugün o təcrübənin İranda təkrarlanması təbii ki, təkcə İran üçün, bölgə üçün deyil, bütün dünya üçün bir fəlakətdir və bir-birinin ardınca o dəmir yollarının, körpülərin partladılması belə olası bir nüvə silahı tətbiqi zamanı İran daxilində xaosun ilk növbədə, elə ilk saatlarda 10 minlərlə insanın dərhal məhvi deməkdir. Daha növbəti günlərdə, aylarda daha 10 minlərlə, 100 minlərlə insanın tədricən məhvi deməkdir və dünyada pis bir, negativ bir presidentin
təkrarlanması ola bilər ki, nüvə silahının tətbiqi bu ssenarini Rusiya elə İran təcrübəsindən yararlanıb Ukraynada tətbiq edə bilər. Çünki artıq 5-ci ildir ki, Ukraynada Rusiya ilə heç bir danışıqlara getmir. Rusiya tam özünü haqlı bilib, nəyə görə ABŞ İranda nüvə silahından istifadə edir və ya İsrail İranda nüvə silahından istifadə edir, Rusiya istifadə etməsin deyə. Yəni belə olan halda Çin də Şimali Koreyada İrana müəyyən nüvə başlıqlı raketlərin ötürülməsində müəyyən addımlar ata bilər ki, bu qarşılıqlı nüvə müharibəsi deməkdir ki, bu bütün dünyanı təkcə İranı... Amerika bunu hesablayır, elə deyilmi? Yəni indi biz daha çox da taktiki nüvə silahlarından istifadəsindən danışırıq. Təbii ki, lokal müstəvidə... Buna baxmayaraq yenə də həqiqətən faciəvi nəticələr. Bilirsiniz, Amerikanın atdığı addımlar, xüsusən də Prezident Donald Trumpın ilk vəzifəyə gəldiyi, ötən ildə verdiyi açıqlamalar ki, bütün dünyaya sülh gətirəcəm, Ukraynada 24 saat ərzində barışıq əldə olunacaq, atəşkəs əldə olunacaq, mən sülh gətirən prezidentəm dediyi açıqlamalardan atdığı addımlar arasında ciddi fərq var. İndi sülhə ən çox təhdid edən liderlərdən bəli, yəni bu baxımdan bu Amerika cəmiyyəti daxilində də elə Amerikanın NATO daxilindəki müttəfiqlərini də ciddi şəkildə narahat edir. Artıq bir-birinin ardınca NATO üzvü olan ölkələr öz nə hava məkanının, nə quru ərazisini ABŞ təyyarələri üçün istifadəyə, xüsusən də İrana qarşı istifadəyə icazə vermirlər. Çünki belə bir qlobal təhdid gözləniləndir. Ya Amerika, ya İsrail lokal bir taktiki nüvə silahından istifadə edə bilər. Ən azı paytaxt Tehran, ətraf bölgələr dərhal məhv edilə bilər ki, bu elə mədəniyyət, bütöv bir mədəniyyətin məhv edilməsi xəbərdarlığı elə buna hesablanıb. Amma bu çox güman ki, bir blef də ola bilər. Çünki Amerikanın qarşısında əsas məqsəd İranın bütün şərtlərini dəf eləyib İranı məcbur etmək razılaşmalara. İran ya bu quru müharibəsi ilə, hərbi əməliyyatlar başlaması ilə ki, bu da uzun sürən bir prosesdir. 2 Amerikan pilotunun ərazidən çıxarılması İrana əslində baha başa gəldi. Hər nə qədər Amerika ordusu bunu İran üzərində uğurlu əməliyyatı kimi təqdim eləməyə çalışsa da, Prezident Donald Trump bildirdi ki, biz heç bir Amerikan əskərini orada buraxmadıq. Amma bu təqribən 350-400 milyon dollar vəsait bahasına başa gəldi. 3 bahalı helikopter və təyyarə İran ərazisində vuruldu. Görünən odur ki, analoji bir quru əməliyyatları zamanı heç də hasan olmayacaq ABŞ üçün və ABŞ bu əməliyyatlarda tək hərəkət etməli olacaq. İsrail bildirib ki, biz quru əməliyyatlarında taktiki nüvə silahından istifadə edib daha sonra quru əməliyyatlarına keçid eləməyi Təbii ki, əgər nüvə silahından istifadə olunursa, bu İranın faciəsi deməkdir. İranda elə bir neçə saat ərzində 100 min insanın ölməsi deməkdir. Bu İran daxilində bir faciədir. İran bunu gözləmir əslində və buna hazır deyil. Nüvə silahına tətbiqinə cavab vermək üçün İranın əlində heç bir rıçaq yoxdur. Bu bir bölgə üçün faciədir təbii ki. Milyonlarla insanın qaçqın düşməsi, qonşu ölkələrə, xüsusən də Azərbaycana, Türkiyəyə axın etməsi deməkdir. Bu İranın da ən son cizgisidir, qırmızı cizgisidir ki, əlində olan bütün ağır silahları, ya özünün, ya Çindən almış olduğu və ya ala biləcəyi silahları Amerikaya çatmasa da İsrailə, Körfəz ölkələrinə gözünü yumub 4 tərəfə qarşı bu silahlardan istifadə edəcək. Bu onun son kozırıdır, belə deyək, son kartıdır İranın. Çünki nüvə silahı da İrana qarşı atıla biləcək ən son addımdır, ən son ağır bir addımdır. Əgər Amerika və ya İsrail İrana qarşı nüvə silahından istifadə etsə, İran artıq ölüm-qalım savaşında son addımını atmalı olacaq ki, bu bütün bölgəni faciəyə sürükləyir. Rusiya müəyyən yardımlar eləyir İrana. Bu yardımların peyk görüntülər vasitəsilə hansı ərazilərdə olduğu, hansı əraziləri vurmaq üçün olduğu ilə bağlı Reutersin məlumatını təqdim etdik. Əgər kəşfiyyat məlumatları, peyk görüntüləri ilə, obyektlərin koordinatları ilə bağlı dəstək göstərirsə Rusiya, o zaman belə bir hal varsa, yəni mümkündürsə hazırda Trump və İsrail arasında, Netanyahu arasında hansısa taktiki nüvə silahının atılması ilə əlaqədar müzakirələr gedirsə, buna bağlı Rusiya da bir məlumat əldə etmiş ola bilərmi? Yəni İranı məlumatlandırmış ola bilərmi artıq? Əgər belə bir plan müzakirə olunursa ya Pentagonda, ya Tel Avivdə, çox güman ki, bununla bağlı Rusiya kəşfiyyatının, Çin kəşfiyyatının xəbəri var. Bu xəbərdarlığın, Donald Trump'un bu nüvə silahına eyham vuran sivilizasiyanı məhv edəcəm xəbərdarlığının
blef və ya gerçək Əgər oldu. xəbəri varsa İran, o zaman İran geriyə addım atmazdı mı? İndi isə deyir ki, bütün Yəni burada bir kanallar neçə ssenari ola bilər. Rusiya və ya Çin kəşfiyyatı məlumat verə bilər ki, bu Trumpın bu açıqlaması blefdir, heç bir halda geri çəkilmək olmaz. Və ya həqiqət olduğu ilə bağlı kəşfiyyat məlumatları varsa ki, ABŞ və ya İsrail nüvə silahından istifadə edə bilər. O zaman İran da həm Rusiyadan, həm Çindən buna cavab olaraq müəyyən nüvə başlıqlı raketləri istəyə bilər. Çünki elə dünyanın ən böyük nüvə arsenalı Rusiyanın əlindədir. Təqribən 5500 nüvə başlığı var ki, bunu nə dərəcədə bunu təsəvvür etmək də çətindir. İrana verə bilərmi, verməzmi? Çünki Rusiya indiyə qədər İrana birmənalı şəkildə kəşfiyyat məlumatları ötürüb. Bu ciddi bir dəstəkdir. Körfəz bölgəsində ABŞ-a, İsrailə aid hərbi obyektlərin yerləri, hərbiçilərin gizləndiyi, yaşadıkları otellər, evlər, neft və qaz yataqları, strateji fabriklər, zavodlar, bütün koordinatlar verilib. Çin də Rusiyadan eyni zamanda S-400 havadan müdafiə sistemləri də təqdim olunur ki, son həftələr İran səmasında vurulan İsrail, ABŞ təyyarələri elə həmin bu havadan müdafiə sistemlərinin vasitəsilə zərərsizləşdirilib. Çin daha çox həm kəşfiyyat, həm lojistik, həm də silah yardımı edir. Çünki müharibənin son həftələrində İran daha uzaq mənzilli 4000 kilometr hədəfi vura biləcək bir raketdən istifadə edir ki, bu çox güman ki, İranın özünün istehsal etdiyi bir raket deyil. Bu Çin tərəfindən verilən raketlərdir və olası bir nüvə hücumu zamanı İranın da müəyyən cavab addımı atması üçün təbii ki, Rusiya və Çin. Hansı? İndi məsələn, həm infrastruktur, həm neft kimya ərazilərinin, obyektlərinin vurulması ilə bağlı Körfəz ölkələrinə xəbərdarlıqlar eləyir. Deyir ki, Amerika Birləşmiş Ştatlarına təzyiq göstərin ki, ağlını başına yığsın. Bu cür açıqlamalarla çıxış edirlər. Burada təkcə o hədəf o Körfəz ölkələri deyil ki, yəni siz nəyə görə ABŞ-la İsraillə əməkdaşlıq edirsiniz? Körfəz ölkələri dünya neft-qaz ehtiyaclarının böyük bir hissəsini ödəyir. Bugün Səudiyyə Ərəbistanında, Küveytdə neft yataqlarının vurulması elə ABŞ-da, Avropada benzinin, enerjinin qiymətinin artması deməkdir. Bugün Qətərdə təbii qaz yataqlarının zərər görməsi dünyada mavi yanacağa olan ehtiyacları ciddi şəkildə risk altına alır. Bu baxımdan sadəcə Körfəz ölkələri hədəf deyil, dünya enerji, Qərbin enerji ehtiyatları ciddi şəkildə zərər görür. Bu baxımdan İran ona qarşı atılan bütün hücumları, bütün raketlərin, hava zərbələrinin asimetrik cavabını verir ki, bunu ABŞ özü birmənalı şəkildə fiziki olaraq öz ərazisində hiss eləməsə də, amma Amerikan əhalisi, Amerikan cəmiyyəti gündəlik həyatlarında neftin, benzinin, qazın, ümumiyyətlə bazarda yük daşımaların, hər şeyin qiymətində hiss eləmiş olurlar. Bu baxımdan Donald Trump Amerika istəyir ki, ciddi şəkildə bu müharibə dayandırılsın. 45 günlük bir atəşkəs razılaşmasına ki, İran yox dedi. Ona görə ya Amerika birmənalı şəkildə qeyri-şərtsiz geri çəkilməlidir. Bu mümkün olan bir şey deyil. Amerikanın dünyada imici onsuz da getdikcə xələl görür. Belə olan halda Amerika bunu addım atmaz və istəyir ki, Amerika birmənalı şəkildə İran təslim olsun ki, İran da böyük bir sivilizasiyadır. Yəni minillər boyu dövlətçilik təcrübəsi olan bir ölkədir və belə deyək, bir şəhadət andı içmiş bir qüvvələr var. Ona görə heç bir halda geri çəkilmir. Hər iki tərəf maksimalist şərtlər irəli sürür ki, bu şərtlərdə öz qalibiyyətini elan eləsin. Mən düşünürəm ki, bu ABŞ-ın son xəbərdarlığı, nüvə silahına eyham vuran xəbərdarlığı müəyyən açar rolunu oynaya bilər. Müəyyən danışıqlar əldə oluna bilər. Çünki İran tərəfi də Steve Witkovun vasitəçiliyini qəbul etmir. Çünki ötən illər Omanda, İsveçrədə məhz Witkov və Donald Trumpın kürəkəni Kushner vasitəsilə müəyyən vasitəçilik olub ki, hər ikisi də uğursuzluqla nəticələnib. İndi elə eyni komandada heç də James David Vance, heç də Trumpın siyasətinə qarşı çıxan bir lider deyil, vitse-prezidentdir. Amma ən azından Trumpdan fərqli olaraq bir qədər yumuşaq siyasət tutur. Amma yenə də Vance'in açıqlamalarında İranın heç bir halda nüvə silahına sahib olmamalı olduğu ortaya atılır. Amma bir qədər razılaşmaya, danışıqlara meyilli lider kimidir. Eyni zamanda ABŞ-ın gələcək prezidenti qismində görülür. Ona görə onun siyasətinə, onun vasitəçiliyinə daha çox üstünlük verilir. Amma yenə də tərəflər
İsraillərin irəli sürdüyü şərtlərə baxdıqda çox maksimalist şərtlərdir. Bu şərtlər ortaq bir məxrəcə gəlib çatacaqmı? Trampın bu nüvə silahından istifadə etmək xəbərdarlığı İranda hansı necə qarşılanır, hansı nəticələr çıxarılır? Yaxın günlərdə, yaxın saatlarda bilinəcək. Amma hava hücumları davam edir. Xarq adası, bilirsiniz ki, İranın neftlə zəngin ən strateji adasıdır. Hücumlar davam edir. İran daxilində, xüsusən də körpülərin, dəmir yollarının vurulması bu gələcəkdə İrana qarşı quru əməliyyatlarına bir zəmin hazırlamaq, bir hazırlıq məqsədi daşıyır. Düşünürəm ki, nüvə silahından istifadəyə hələ bir qədər var. ABŞ bu qədər riskli addım atmaz. Dünyada özünün imicini çox körlamaz. Amma nüvə silahına qədər ağır bombalar var ki, onlardan istifadə etməklə ən azı İranın yeni ali dini liderini, siyasi rəhbərliyini sıradan çıxarmaqla və indidən o ki, dəmir yollarını, tunelləri, körpüləri partladır. İran daxilində bir başsız bir ölkə olaraq xaotik bir vəziyyətdən istifadə edib onları nəhayət ki, razılaşmaya, imza atmağa məcbur etməyə yönəlik bir siyasət var bugün. Amma hələ ki, İranın müqaviməti davam edir. ABŞ kəşfiyyatının məlumatları da onu deməyə əsas verir ki, bu tunel partladılırsa bir neçə saatdan sonra həmin tunel öz fəaliyyətini yenidən bərpa eləyir. Yenə də raketlərlə hücumlar var və rəqəmlərə baxsaq, artıq 38-ci gündür ki, müharibə davam eləyir. Müharibənin ilk günlərində bu gün arasında İranın atdığı raketlər rəqəmləri, sayı arasında o qədər də ciddi fərq yoxdur. İran yenə də aktiv şəkildə müqavimət göstərməyə, İsrail ərazisinə hücumlar etməyə, Körfəz bölgələrinə hücum etməyə davam edir. Çox sağ olun, təşəkkür edirik Əhməd bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərinizə görə. Dəyərli izləyicilər, Donald Trumpdan sivilizasiyanı məhv edəcək açıqlaması gəlmişdi. Nə deməkdir? Amerika Birləşmiş Ştatları İranda taktiki nüvə silahlarının tətbiqinə mi başlayır və digər tərəfdən elə Vensin də bənzər bir açıqlaması olmuşdu. Bütün bunları müzakirə etdik. İranın isə ilk cavabı nə oldu? Dövlət televiziyası bütün diplomatik kanalların tamamilə dayandırıldığını dedi ABŞ ilə. Amma hələ ki digər rəsmi açıqlama olmayıb Tehrandan. Necə bir yanaşma olacaq? Əgər taktiki nüvə silahı tətbiq edilərsə, İran necə bir qarşılıq verəcək? Ümumiyyətlə qarşılıq verəcək hansısa bir vəziyyətdə qalacaqmı? Danışıqlar baş verə bilərmi bundan sonraki dönəmdə? Yoxsa daha da aqressiv formada Körfəz ölkələrinə hücumlar eləyən bir İranı mı görərik? Rusiyanın dəstəyi ilə bağlı da məsələni təhlil etdik.